Boğ ayağıyırıq, o vəziyyətdəydi. Getdik, atdıq suba, içdik, yıxıldıq, yatdıq. Valla bir dəqiqə vəziyyət çox pisdir. Toya çağırırlar, getmək olmur, yaşa getmək olmur. Ölü də pulla olub indi. Adam var, ölüsü ölür, qorxur, can verir, deyir, ölsəm bu nə ilə götürəcəm yerdən. Ölüdən də qorxurlar artıq. Qabağıma deyirdi, ölmək haqdır, indi o da tam məhv olub. Ümumiyyətlə, çox pis vəziyyətdə. Yəni, bu getdiyimiz yerlərdə bu məşğulluq idarələri var. Gedir, işqalatla çay içirlər. Otururlar qoltuqda belə-belə fırlanırlar. Vətəndaşı araya qoyurlar. İş istəyirsən, naqadi fəhləliyə yönəldirlər. Gənc nəsil fəhləliyə geçsə, hamı fəhləli olmaz. İşin normativləri olmalı, bir şey olmalı, zavod olmalı, sektor olmalı, peşə olmalı. Bu alver nədir ki, elədin staj yazılmır. Sabah mən 50 yaşımda kim gətirib mənə pul verəcək, kim çörək pulu verəcək? Bir gün getmişəm pensiyanı çıxarmaya, evdən bir iki şey tapşırıblar, buraxmayıblar pensiyanı. Mən 3 gün başqa bir şeylə başımı qatmalıyam ki, fırlamalıyım ya da kimdənsə borc alın. İndi elə vəziyyət ki, heç kimə pul vermir. Heç qınamaq da olmur. Çünki hamı qazancı özünə yetərincədir. Özündən artıqına yoxdur. O qabaq idi, qardaş dost deyirdi ki, nə qulluq edeyim, nə hörmət edeyim, nə 5 mahkum edeyim. İndi o qədər gərginçilikdir ki, 5 mahkum keçməsə pul verə bilmir. Əsas yaşayışdır. Başa düşürsən, evdən çıxanda axşam çörək aparmaq lazımdır. Bir gün biz doğulub yaranmamışıq ki, dussaq ola. Cəmiyyətin kiminsə anasının, bacısının sepini oğrayaq. Sən əziyyət çəksən, mən sənin cibüvə girməliyəm. O elə deyil. Elə olmalıdır. Amma yetərincə cibində pulu olsa, kiminsə cibinə girməyə nəyə lazımdır ki? Bugünkü gündə oğruq başalıb gedir, cibgiriyi başalıb gedir. Yata bilmirsən, adam qorxur. Nəvə gedir, nənənin cibinə girir.